Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tarix boyu bildiyiniz kimi Avropanın, əsasən yəni Qərbin, İngilislərin qurduğu siyasət çox dərin və min illiklərə gedib heç kəs o sirləri qıra bilmir, parçalaya bilmir, dağıda bilmir. Daha belə izahı olsa, Qərbin bütün dünya ölkələrində qurduğu dərin siyasətin nəticəsində etniklər yaradılması, həmin etniklərin tarixin yazılması, tarixin yazılandan sonra siyasi qaynaqların və liderlərin ayrılması, seçimdə hər tərəfli şəbəkənin paylanmasında, parçalanmasında, daxildə etnik qrupların üsyana qaldırılmasında və düşmənçilik yaradılmasında öz siyasətinin dərin nailiyyətlərinə layiq, nail olduqlarına malik olurlar. Qərbin siyasəti, o cümlədən İrəvanda qurulması, Rusiyanın hansı addımları atılması hər bir milləti, əsasən türk xalqlarını düşündürür. İrəvanda Paşinyanın siyasi proseslərdə addımlamasında çoxları Paşinyanı yumorist kimi və savadsız kimi, siyasətdən kənar kimi, lider kimi görməsə də, amma Qərbin maraqlarını addımlamasında hər kəs bu işlərində dəstəkləyir və əhsən deyir. Amma Qərbin qurduğu siyasətdə bunu izah edənlər, düşünən insanlar həmin arxa istiqamətinin plan cəbhəsini görmürlər. Yəni, İrəvan qurulmuş gələcəklərə min ilə böyük siyasi bir bölgə idi, bir coğrafiya idi. Bu coğrafiyanın başında İngilislərin və Rusların böyük əhəmiyyəti daşıyırdı. Həmin İngilislərdən qopardıb bu siyasəti İran özünləşdirmək, öz xeyrinə istifadə etmək istəyir. O cümlədən hər kəsin beynində düşünəcək və verəcək suallar Rusiya İrəvana necə baxacaq? Bunun sonu nə ilə bitəcək? Hər an gözlənilən hadisələr, hər an gözlənilən baş verən qiyamlar, qətliamlar, şəhərdə açıq-açığına savaşların getməsi, dünya ölkələrinə geniş yayılması, qarşısını heç kəs ala bilməsindən